oynanılan bir oyun növüdür. Gizlənməc oyuna başlamazdan öncə uşaqlar öz aralarında sanama söyləyirlər və bu sanamadan sonra müəyyən olunur ki, kim gözünü yumacaq. Və həmin adam gözünü yumur, 1-dən 10-a qədər saymağa başlayır. Bu müddətdə digər uşaqlar başlayır gizlənməyə. Gözünü yuman şəxs, yəni uşaq, gözünü açandan sonra belə bir ifadə işlədir. Açdım, qaç, gizlən, qaç. Belə bir ifadə işlədir və başlayır uşaqları axtarmağa. Və gözünü yuman uşaq həmin o ərazidən uzaqlaşandan sonra yavaş-yavaş digər uşaqlar qaçıb divara əllərini vururlar. Vurdum deyə qışqırırlar. Daha sonra əgər gözünü yuman o adam digər uşaqlardan tapıbsa, başqa uşaq başlayır gözünü yummağa. Yox, əgər tapmayıbsa, yenə öz aralarında sanama söyləyirlər və beləcə oyun davam edir. İndi isə mən bu oyunu sizə canlı şəkildə göstərəcəm. Hamı diqqətli olur. Bəli, diqqətli oluruq. Mən başladım. Baxın. Öğretmen hem can hem canandır. O yüreğimi kutsal bir sandık gibi açarken titreyendir. Bana doğru eğilen, eğildikçe yükselendir. Eldir, ayaktır, yürütendir, düşleriyle geleceği büyütendir. Çocuktur adım, tomurcuktur umutlarım. Hangi dalda açsam o ışık arar bulur beni. Anam gibi bağrına basar, yar gibi sarar beni. Bir çocuğun yüreği, bir anaya, bir yare, bir de açılır öğretmene. Bir çocuğun yüreği çiçek çiçek saçılır öğretmene.